Biz Bakıya getdiyimiz zaman tez-tez İçəri şəhərə gedirik. Orada hara gedirik əsasən? Bir beybətə. İçəri şəhərdə. Çay şəhərdə. İçəri şəhərdə biz hara gedirik? Məscid. Məscid. Məscidin rəhbəriyyəti kimdədir? Məscidin İmamda. İmam harda iqamət eləyir? Bir mövzu izah etmək lazım olduqda. Minbərdən. Minbər. Ümrəyə getdin. Sənə lazım olan şey nədir orada? Ümrədə. Təvvaf. Yox, təvaf etmək üçün Mihrab. hə? Mihrab. Nə? Bir də deyil. Oxşayır. Deyə bilmirsən, düz deyirsən. Tamam. Deyil. Mihrab. Deyə bilmir. Hərfin birini yeyir. Neynə? Kes. Xəstələnmə qorxusu olan şəxs sübh namazına qəza verməmək üçün səhər durdusa nə etməlidir? Xəstələnməkdən qorxur, Təyəmmüm. təyəmmüm. Biz Kərbəla ziyarətinə gedirik. Ora getməyimizdə əsas məqsəd nədir? İmamı ziyarət etmək. İmamı ziyarət etmək. İkinci cümləsini deyirəm, peyman. Birinci cümləsi nədir? Əhd peyman. Əhd. Əhd. Son 10 saniye. Cənnət əhli kimlərindir? Möminlərin. Mömin. Qeyrisi nədir? Cəhənnəm əhli? Kafirlər. Kafir. Mənim nəyimi sevin? Vaxt doldu.